Sabah ölkə ərazisində hava şəraitinin dəyişkən keçəcəyi gözlənilir. Sinoptiklərin məlumatına əsasən bəzi bölgələrdə günəşli hava üstünlük təşkil edəcək, bəzi ərazilərdə isə qısa müddətli yağış ehtimalı var. Paytaxt və ətraf rayonlarda səhər saatlarında hava nisbətən mülayim olacaq. Günorta saatlarına doğru isə temperatur yüksələcək. Axşam saatlarında küləyin sürətlənməsi ehtimal edilir. Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu hava müşahidə olunacaq. Günəş arabir özünü göstərəcək. Bəzi ərazilərdə zəif yağış ehtimalı olsa da, ümumi hava şəraiti əsasən əlverişli hesab olunur. Şimal küləyi gündüz saatlarında bir qədər güclənəcək. Sakinlərə açıq havada uzun müddət qalarkən diqqətli olmaq tövsiyə edilir. Bölgələrdə isə hava şəraiti fərqli olacaq. Dağlıq və dağ ətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə səhər saatlarında duman müşahidə edilə bilər. Gün ərzində hava mülayim keçəcək. Axşam saatlarına doğru isə temperatur bir qədər enəcək. Bəzi bölgələrdə külək arabir güclənə bilər. Qərb rayonlarında günəşli hava üstünlük təşkil etsə də, axşam saatlarında buludluluğun artacağı ehtimal edilir. Cənub bölgəsində isə gün ərzində hava əsasən sabit və sakit keçəcək. Şimal rayonlarında isə hava bir qədər sərin olacaq və bəzi ərazilərdə yağış ehtimalı gözlənilir. Mütəxəssislər xüsusilə səhər saatlarında yola çıxacaq sürücülərə diqqətli olmağı tövsiyə edir. Dumanlı hava və külək səbəbindən bəzi yollarda görünüş məsafəsi azala bilər. Açıq havada çalışan şəxslərin də hava dəyişikliklərinin nəzərə alması tövsiyə olunur. Ümumilikdə sabah ölkə üzrə hava şəraiti əsasən mülayim və dəyişkən keçəcək. Gün ərzində bəzi bölgələrdə qısa müddətli yağış müşahidə olunsa da, ciddi təhlükəli hava hadisəsi gözlənilmir. Hava ilə bağlı ən son məlumatları izləmək tövsiyə olunur.